qəşəng deyəd, amma mənim yadımda qalmır. Abi bana eyvallah. Gülə gülə, gülə gülə. Heç əlamət arası. Şəngili, məngili, çiməngili, küfləcili, Hə, aç baya. qapını mən gəlim, burnuzumda ot gətirmişəm. Bu keçinin dastanıdır da. Əmcəyimdə süt gətirmişəm, bardağımda su gətirmişəm, aç qapını mən gəlmişəm. Ahana, o qurdunandakı həmsayədir, qutbunun sözlərini yadında saxlayır. Bu çölə gedəndə gəlir keçinin qapısını döyür. Onun boyu o sözlər deyir, balalan yeyir. Qandırır onu. Bəli. Amma Şanqul'la Manqul ilk etapda deyir ki, bu anamın səsi deyil. Bəli. Hə. Bu səfər gedir Biri səsi. gizlənir, bir ikisi gizlənir küflədə zatda. Amma o birisilərin ağlı olmur. Qaçır ki, qapını açır. Küflə dedin o təndirin küfləsini. Ay sağ. Başqa hələ davam et. Qorxa-qorxa gəlir o qapının o cırığından baxır ki, anamdır. Deyirsən çıx əmcəkləri qapıdan salla mən baxım ki, anamsan. O da deyir bala ananam da. Çıxır bəldə ki, anamdır. Ağlaya-ağlaya qapını açır. Qucaqlaşırlar, ağlaşırlar. Hani bobsilər onları qurt yedi. Bəli. Ondan sonra keçi gedir qurdun qapısına. Bəli. Boynuzlarını da itildibdi. Gedir deyir ki, qapıyı aç. Qapıya vurur. Qapısında atlanır, düşür deyir. O kimdir? Yox, deyim də. Atlanır, düşür deyir. Mənəm mərəkə, burnuzum qoşa təkə. Hər kəs mənim balalarımı yeyib, gəlsin gedək şəriətə. Şəriətə, yəni məhkəməyə. Bəli, Həm də məhkəməyə. Qut da deyir ki, da qorxmur ki, deyir mən yemişəm, mən yemişəm. Ahana, osunda deyirsən yeyibsən, gedək səhər şəriətə görüm, niyə yeyibsən? Ondan sonra qurd, keçi gedir qurdun qapısına, qapıyı vurur, deyir çıx eşiyə. Qurd çıxır, ağzında bir dənə diş qurtlayan çöp var. Bəli. Deyir, buyur. Deyir, mənim balalarımı yeyibsən. Deyir, yaxşı eləmişəm. Sən deyir, axşama qədər o mərsiyə, o qapı-qapı dolaşırsan. Və sən bu 3 dənə uşağa sahib çıxarmırsan. Özün də deyirsən, mənim balalarımı yeyib. Yaxşı eləmişəm, böyüyündə yemişəm, sabah da yeyəcəm sənin balaları. Bəli. Orada keçi haqsız çıxır. Deyir, balalara sahib çıxaydım, mən də yeməyəydim. Aha, ya payladı.